Salam əziz izləyicilər. Bugün yeni idman vloqumla qarşınızdayım. Günlərdən fərqli olaraq bugün illərlə dostluq etdiyim Ülvi dostumla idmanımı edəcəm. Ülvini sizə tanıtmaq üçün biraz zamanınızı almaq istəyərəm. Ülvi mənim oxuduğum idman liseyində oxuyub, orada da tanışlığımız başlayıb. Zaman bizi dost qardaş etdi. O liseydə fərqli müəllimlərdə Yunan güləşi ilə məşğul olmuşuq. Oranı bitirdikdən sonra Ülvi Şahin müəllimin başçılığı altında kəmər güləşinin yığma komandasına qoşuldu və parlayıb yüksək nəticələrini bu idmanda qazandı. Ən yüksək uğurları isə dünya çempionatlarında oldu. Hal-hazırda 3 dünya çempionatının medalı var. Biri qızıl, digər ikisi isə bürüncdür. Ülvidən bu medalların ardının gəlməyini arzulayırıq. İndi isə keçək idman zamanına. Hər ikimiz də eyni hərəkət etdiyimiz üçün eyni şeyi dəfələrlə göstərməyəcəm, sizi də yormasın. İlk hərəkətimiz bench pressdir. 2 əsas setimiz var. Bu arada Ülvi burada motivasiya verərkən mənə kürəyim yerindən qopardı. İlk set 5 say edə biləcəyimiz çəkini götürdük. Sonrakı set isə 8-12 təkrar aralığı işləyə biləcəyimiz çəki seçdik. İlk setin barəsində onu deyə bilərəm ki, bugünkü 90 kilo keçən həftəyə nisbətən mənə daha rahat gəldi. Demək ki, bir şeylərin haqqını veririk. Burada da ayağa qalxıb motivasiyalı zərbələrin təşəkkürünü bildirirəm Ülviyə. Sağ olsun. Seti də istədiyimdən daha yaxşı atdığım üçün sevincliyəm. İkinci hərəkətimiz overhead pressdir. Burada da ilk set 5, sonraki set isə 8-12 təkrar aralığı olacaqdır. Ülvi burada ikinci setini edir və yanlara toplam 80 kilo daş yükləmişik. Əslində bodybuilding ilə məşğul olmayan insanlar üçün bu az bir kilo deyil. Ülviyə halal olsun ki, bu çəki ilə 8 təkrarı vurmağı bacardı. Amma edə biləcəyinə videodan da göründüyü kimi inanmırdı. Hərəkətini bitirdikdən sonra Ülvi də mənim kimi sevincini göstərdi. Keçirik 3-cü hərəkətimizə. Sinənin üst hissəsindən fokuslanaraq tros vasitəsilə sinə üçün fly hərəkətini edirik. Burada həm tutuş gücümüzü istifadə edərək özümüzü yormamaq, həm də hərəkət aralığını daha qısa və aktiv hala gətirmək üçün strepdən istifadə edirik. Burada isə 2 set 6-12 təkrar arası çıxara biləcəyimiz çəkini seçirik. Bu 4-cü hərəkətimizdə yenidən tutuş gücümü işə salmamaq üçün strepi trosa bağlayıram. Fikir verdiniz, görün, çiynimdən zədə almamaq üçün trosu necə aşağı saldım. Bunlara da diqqət etmək lazımdır. Bu fly hərəkətimiz isə hərəmizə bir əsas set olacaq. Bu hərəkət üçün 8-12 təkrar çıxara biləcəyimiz çəki götürürük. Burada sinə üçün olan hədəfimiz sinənin alt hissəsidir. Və bir şey də nəzərinizə çatdırmaq istəyirəm. Fly hərəkətində adətən bəzi insanlar dirsəklərini həddindən artıq çox geriyə açır və bunun sinəsini daha çox aktiv hala gətirəcəyini düşünürlər, amma bu belə deyil. Artıq 5-ci hərəkətimizi edirik. Çiynimizin yanları üçün hədəf olaraq lateral raise hərəkəti var proqramımızda. İlk set 6, ikinci set isə 8-12 təkrar aralığı ilə işləyə biləcəyimiz daşları seçirik. Ülvi artıq 6 təkrar deyib tükənib, mən hələ də məcbur edirəm ki, biraz da təkrar çıxartsın. 6-cı hərəkətimiz cable reverse fly hərəkəti oldu. 2 set 8-12 təkrar aralığı işləməyə çalışdıq. Bu arada yenə tutuş gücümü işin içərisinə salmamaq üçün strepdən istifadə etdim. Orta və irəli səviyyə idmançılar üçün strep çox önəmlidir. Düşünürəm, bəlkə də strep olmasaydı bu qədər sayı çıxara bilməzdim. Bu hərəkəti bitirdikdən sonra qarın əzələlərimizi işə salmaq üçün crunch hərəkətinə keçəcəyik. 2 əsas set 8-12 təkrar aralığı çıxartmağa çalışacağıq. Qarın əzələsi üçün olan crunch hərəkətini də bitirdik. Vlog videosu olduğu üçün sizlərlə formanı bölüşürəm. Amma başım videoya qarışdığı üçün idman zamanı çox pump ala bilmədim. Ümid edirəm formamı bəyəndiniz. Və günlük görevimizi bitirdik. Əynimizi dəyişib rahat istirahətimizi edə bilərik. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.